Təsəvvür edin ki, qızları ilk dəfə icma fəaliyyətinə cəlb edirsiniz. Mühafizəkar ailələri onların iştirakını təmin etmək üçün necə razı salardınız? İşte mühafizəkar ailə dedikdə, onlar yəni yəqin ki bir cəmiyyətdə yaşayırlar və bunlar da bu ailələrdə yəqin ki bir-birini tanıyırlar. Bizim icmamız bundan ibarət. Məsəl üçün, bu zaman biz daha az mühafizəkar ailələrə müraciət etməyi özümüzdə hədəf götürməliyik. Sonra tədricən nəticə etibarilə hədəfimizdəki qızları cəlb edəndən sonra həmin layihəyə əgər biz uğurlu alındıqca digər mühafizəkar ailələrlə danışıb bu xüsusda köməyimizi göstərə bilərik. Nəticə etibarilə burada uğurlu belə deyim nəticədən sonra həmin o qızları cəlb etmiş ola bilərik. Mən belə düşünürəm. Mühafizəkar ailə ilə bağlı bir təcrübəmi bölüşüm bu suala uyğun olaraq. İlk təcrübədə olduqca uğursuz oldu. Bir dənə qatı dindar mühafizəkar ailə tipi var idi. Bu ailədə 22 yaşda qız var idi. Bu təhsil almamışdı. 8-ci sinifdən təhsili yarımçıq saxladıb evə qapatmışdı. Yəni çölə çıxmağa, müəyyən bir sosiallaşmağa əl çatan deyildi bu qız. Yəni bu xanımı biz Dərziçilik Dərnəyinə cəlb etmək üçün müraciət elədik o ailəyə, ailə başçısına, ataya, sonra da ikinci olaraq anaya. Danışıqlar uğursuz oldu. Bir belə, iki belə, üçüncü ailədə qonşunun yolundan, qonşudakı olan ağsaqqalaq bircə xanımların, bəylərin yolundan bu işin faydasını başa saldıq. Yəni birbaşa o ailəyə yox, onun qonşusu vasitəsilə o ailəyə əl çatanlıq etdik. Yəni şərt o deyil, birbaşa həmən ailəyə fokuslanasan, qonşu yolunla da məsəl üçün o işi həll edə bilərsən. İcmanızın bir şüarı olsaydı, bu nə olardı? Yenilməz gənclik ruhu. Çünki yenilməz gənclik deyəndə yəni gender fərqi olmur, cins fərqi olmur, hüquq fərqi olmur. Yəni bu hər iki şəxsə aid olur. Çünki ailə demək, yəni icma demək, burada fərdiləşdirmək, ayrılmaq lazım deyil. Qadın, kişi ayrı-seçkiliyi lazım deyil. Çünki ikisinin də hüququ qanun səviyyəsində birdir. Ona görə bir tutmaq lazımdır. Gənclik ruhu. Şüarlar bizi qəribləşdirir deyə düşünürəm. Ona görə də mən öz icmama bir şüar kimi bir şey düşünə bilmirəm da. Yəni mənim icmamın konkret bir şüarı olmazdı, amma konkret məqsədləri olardı. Bu məqsədləri heç bir şüarla ifadə etmək olmazdı deyə düşünürəm. İcmanızda istənilən bir problemi həll edən sehirli düymə olsaydı, onu nə üçün sıxardınız? Uzqar nöqtədə yaşayan ailələrdə yanlış olan düşüncəni dəyişmək. O düyməni sıxardım ki, o dəyişsin, gənclər, qadınlar və yaxud da ki, bəylər təhsilə yönəlsin. Mən düşünürəm ki, iqtisadi bərabərlik yaradardım. Çünki iqtisadi bərabərlik olanda burada gender bərabərliyi də qorunur və cəmiyyət daha rifah halında olur.